Salam, sabahınız xeyirli olsun dostlarım. Necəsiz, nə edirsiniz? Bu günləri dükkanda belə bir şey oldu. Demək bu forma olur bu. Bax belə bir şey deyil, bax belə bir şey. Fındığa oxşayır, amma elə bir şirin suya salıb çıxardıblar. Adını da bilmədim. Yəni ki, çoxları bilir ki, mən rusca bilmirəm də. Burada ruslarla talış dilində danışıram. Ya o məni başa düşər, ya da mən onu başa düşərəm. Belə 50-50-yə danışırıq da. Adını da soruşmadım. Gördüm belə bir meyvə satırlar. Böyründə də belə bir açar qoyurlar. Dedim alım yoxlayım da gördüm hə nəsə bu maraqlı bir şeydir. Bax belə bir fındığa oxşayır yumru. Rusiyyada olanlar yəqin bilir bunu. Bu açar da bura salırsan, bax onu belə xotlayırsan, belə. Elə bir bax rahat bir şeydir. İkiyə bölünür. Evet. İçindən fındığı çıxır aşağı. Bu meyvanın adı kim bilir yazsın da ya yeyibsə, amma mən bunun historiyasını oxudum. Deyirlər ki, obşuvaskavi meyvədir. Kök adam yeyir bunu, arıqlaşır. Arı adam yeyəndə kökəlir. Sonra tüklü adam yeyəndə de tükü qutarır, bitir. Amma tüksüzlər yeyəndə isə tük əmələ gəlir də. Yəni bilmirəm adı nədir. Bu meyvə adı bilen olsa yazsın da. Yəni buradan da deyə bilərəm, gəlib nüş edə bilərsiniz. Dadlı meyvədir. Şirin soya ilə bir salıb çıxardıblar. Pesoglu soya salıb çıxardıblar. Belə bir dadı var bunun. Bunun adını bilen varsa yazsın da dostlar. Yəni abujdiglər də baxa bilər. Abujdiglərim də çoxdur mənim. Dostlarım olduğu kimi düşmənlərim də var. Dalımca it kimi hürənlər də var. Yəni eybi yox. Onlar da bura yaza bilərlər meyvənin adını, nə olduğunu. Rusiyada olanlar yəqin ki bilir bunu. Ben bunu Moskvada da görmüştüm. Burası risk edip almırdım ki. Mənə deyəcəklər ki, o şey bilmirsən niyə alırsan. Yoxsa Allah'a emanet olun. Bu meyvənin adını bilen varsa yazsın bir də. Bax fındığa oxşayan bir şeydir. Bir də qəşəng bir şeydir. Şirindir. Allah'a emanet olun. Allah ölələrinizi rəhmət eləsin. Bu yaxınlarda ölən insanlar olub. Yaxın dost bildiyimizlərin insanları, qohumları, əzizləri rəhmətə gedib. Allah onlara da rəhmət eləsin, ruhunu şad eləsin. Onların ruhuna da bir salavat xətm eləyək. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Allah'a emanet olun. İnşallah Vengeriyədən görüşərik.